Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Gülnar Qəhrəmanova təhsil sahəsində uzun illər səmərəli fəaliyyət göstərən, yüksək idarəçilik bacarığı və peşəkarlığı ilə seçilən nüfuzlu təhsil rəhbərlərindən biridir. O, pedaqoji fəaliyyətə müəllim kimi başlayaraq qazandığı bilik və təcrübəni sonrakı illərdə uğurla rəhbərlik fəaliyyətində davam etdirmişdir. Gülnar xanım müxtəlif təhsil müəssisələrində, o cümlədən Akstafa şəhər 2 nömrəli tam orta məktəbində direktor vəzifəsində çalışaraq məktəbin inkişafına, tədrisin keyfiyyətinin yüksəldilməsinə və müəllim-şagird kollektivinin uğurlar qazanmasına mühüm töhfələr vermişdir. Onun rəhbərliyi altında həyata keçirilən yeniliklər və səmərəli idarəetmə prinsipləri təhsil ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Bugün Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru kimi fəaliyyət göstərən Gülnar Qəhrəmanova öz zəngin təcrübəsi, məsuliyyətli yanaşması və yenilikçi düşüncəsi ilə kollecin inkişafına xidmət edir. Təhsil sahəsində göstərdiyi xidmətlərə görə Elm və Təhsil Nazirliyinin fəxri fərmanı ilə tərtib olunması onun əməyinin və peşəkarlığının bariz nümunəsidir. Gülnar xanıma gələcək fəaliyyətində yeni uğurlar, möhkəm can sağlığı və Azərbaycan təhsilinin inkişafı naminə həyata keçirdiyi işlərdə davamlı nailiyyətlər arzulayırıq.